Mərhəmətli və rəhimli Allahın adı ilə. Səndən heyz barəsində soruşurlar. De ki, bu əziyyət verici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə tər istəyirsinizsə yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.